Ayətullah Mərəşi Nəcəfini eşitmisiniz. Ayətullah Mərəşi Nəcəf həm də əslən Azərbaycanlı, düz Seyiddir, əslən Azərbaycanlı idi. Çox böyük alimlərdəndir. İmam Zaman əleyhissalamla görüşə tövfiq tapanlardan biridir. Ayətullah Mərəşi Nəcəfi ağa bir gün Hövzədə, elm məktəbində tələbələrin pulunu verənmir. Qum şəhərində bir neçə tacirlərə müraciət edir ki, bu tələbələrin dərsi qalmasın, bunlara bir kömək eləyin. Yeməkləri belə çətinləşmişdir. Tələbə gəlir filan şəhərdən Quma dərs oxumağa, amma pul yoxdur. Varlı imkanlı tacirlər Ayətullah Mərəşi ağa deyir ki, ağa bir sənə bazarda vəziyyət nə yerdədir? Alıver bizim dilənçi ölüb. Bir şey eləyə bilmərik sənsin. Mərəşi ağa deyir, bunu eşitdi. Yanında biri vardı, Seyid. Ona dedi ki, get filan qəssabın yanına. Ona dinən ki, Ayətullah Mərəşi məni göndərib. Hövzədə bu İmam Zaman tələbələrinin pulları qutarıb. Bunlara kömək lazımdır. Deyir, getdim mən. Gördüm, bu arada ağanın söhbətləri gəlib əyləşir. Rozasına əyləşənlərdəndir. Yaxınlaşdım. Salam, əleykəssalam. Dedim ki, elə bir də ət üçün gəlmişəm. Nə lazım? Dedim, mən ət üçün gəlməmişəm. Məni Ayətullah Mərəşi Nəcəfi ağa göndərib. Ağanın adını eşidən ki, durdu, düz qaldı. Ağa, mən nə qulluq? Ağa deyir ki, bəs belə pullar qutarıb, tələblər qalıblar bu cürünə. İmam Zaman büdcəsinə kömək lazımdır. Əleyhissalam deyir ki, elə orada ət satanda nə daxili vardı, hamı daxildə olan pulların hamısını tökdü bir dənə parçaya, qoydu qabağına. Əlavə də bir dənə çek çıxartdı, çeki yazdı. Nə çek olsa yaxşıdır. Deyir, bu dükanı da mən çeklə yazıram, qiyməti nə qədərdir? Ağaya denən, mənim nəyim varsa, varım, dövlətim, qurban olsun İmam Zaman ağaya. Deyir, hətta gözündən yaş gəldi ki, mən nə gündəyim, ilahi, mənə nə tövfiq verirsən, İmam Zaman ağanın alim Ayətullah mənim qapıma adam göndərib, İmam Zaman tələbərin pulunu mən verəm. Bunu nəql edən alim deyir ki, Ayətullah Mərəşi Nəcəfi ağa ölənəcən o dəsmal ki, ona pulları kisə kimi töküb göndərmişdi, o pulu qoymuşdu, xərcləmişdi, o dəsmalı götürmüşdü. Ölənəcən Ayətullah dua eləyəndə əlin qaldırıb o dəsmalı tutub, deyirdi, ilahi, məni o qəssabla məşhur elə.